Salam əziz və hörmətli izləyicilər, hörmətli xalqımız, millətimiz, vətəndaşlarımız. Hər birinizə hal-hazırki yaşadığınız həyatda uzun ömürdən sağlıq arzulayıram. Hər kəs yeyir, içir, gəzir, öz keyfindədir, öz damağındadır. Amma unutmayın ki, əcəl yetişəndə bura yadımıza söyləyir. Heç kim unutmasın. Bütün qəbristanlıqdakı ölü sahiblərinə, vəfat edən şəxslərin sahiblərinə səslənir. Qəbirlərimizin üstünü yaddan çıxartmayın. Bax, mən gəldim, bacardığım qədər biraz təmizlik iş yapardım. Yəni, öz evladımın məzarının üstü təmizlədim. Əlimlə yoldum, təmizlədim. Amma digər qəbristanlıqlar, kimsə Allah rəhmət eləsin, onu da gəldim, mən təmizlədim. Mənim evladımla, salamla, qonşudur burada. Şimdi bacardığım qədər bir-birlərini təmizlədim. Bu məzarlığı unutmayın. Ey ölü sahibləri, məzar sahibləri. 1 manat harcınız var. 1 manat. Ot biçən 1 manata biçir. Hər bir qəbrin üstü. Gəlin, məzarlarınızın üstünü təmizləyin. Ha vaxtsa yolunuz üstündə ziyarət eləyəndə pis olmayasınız. Deməyəsiniz, ay filan kəs. Allah məni ölsün, Allah məni daş eləsin, nə bilim, nə olsun. Səni yad eləmədik, niyə bu günə düşmüşsən? Baxın, diqqətlə götürün. Ölü sahiblər, məzarlarınızın üstünü təmizləyin. Burada sizləri böyüdənlər yatır. Burada sizləri qucağına alıb laylay deyənlər yatır. Burada gecə gündüz əziyyət çəkib sizin böyüyüb, yeşəlib, boya başa çatıb ailə sahibi olmağınız üçün əziyyət çəkən insanlar yatır, valideynlər yatır. Buranı siz nə tez unuttunuz? Bir yatanda, yastığınıza başınızı qoyanda vicdanınız nətər qəbul edir? Burada yenə deyirəm, sizi böyüdənlər var, əziyyətinizi çəkənlər var, zulumunuzu çəkənlər var, övlad bala yolunda zulüm çəkən valideynlər var. Hamısı burada yatışırlar. Gəlin, məzarlarınızın üstünü təmizləyin ki, qiyamət günü ahirətdə utanmayasınız, xəcalət çəkməyəsiniz. O dünya haqq dünyası, həqiqətdir, yalan deyil. Bunu unutmayın. Bir daha hər birinizə öz minnətdarlığımı bildirəcəm. Var olun ki, sağ olasınız ki, məzarlarınızı belə tez-tez yad edirsiniz. Qoymursunuz belə bir dənə üstündə ot bitsin. Hətta tərtəmiz. Gəlin məzarlarınıza yer durun, məzarlarınızın üstünü təmizləyin. Kimdən nə umursunuz siz? Kimdən nə umursunuz? Gəlin məzarlarınızın üstünü təmizləyin. Ay millətim, ay xalqım, ay vətəndaşlarım, sizə qurban olarım. Bugün sabah hər birimiz buranın əbədi sakiniyiz. Bir girin mənim TikTok səhifəmə baxın, orada hər şeyi görəcəksiniz. Sadəcə məhəbbət Əvəzoğlu yazın, ayrı heç mi? Bəlkə orada nəsə bir dərs alarsınız. Hər birinizə uzun ömür can sağlığı arzulayıram. Minnətdarım. Məzarlarınızı unutmayın. Hörmətlə, Azərbaycan Respublikası Könüllü Nəzarətçi İctimai Birlik Mərkəzi Aran Regional Yevlax Təşkilatının üzvü Məhəbbət Əvəzoğlu Bayramov. Bir daha hər birinizə bu məzarlığı unutmamağı tövsiyə ediyorum. Var olar.